və Məcüc haqqında belə deyilir. Onlar Zülqarneynin aleyhissalam qoyduğu duvarı aşmaq üçün böyük bir qüvvətlə hərəkət edəcəklər. Bu duvar Zülqarneynin zamanında tikilən və Yəcüc və Məcücün insanlara zülm etmələrini əngəlləyən bir əngəl idi. Lakin bir gün o duvarın yıxılacağı və bu qorxulu varlıqların insanların üzərinə gələcəyi bildirilmişdi. Resulullah sallallahu aleyhi və səlləm Yəcüc və Məcücün gəlməsi barədə çox sayda hədis söyləmişdir. Bütün bu hədislər onların böyük bir təhlükə olacağını və son zamanların yaxınlaşdığını bildirir. Məsələn, Buxari və Müslüm rəvayət edir ki, Peyğəmbərimiz